İşəgötürən qismində vəzifəli şəxsi sistemə daxil etmək üçün sol tərəfdə yerləşən menyulardan struktur əməliyyatları menyusuna daxil olaraq işəgötürən qismində vəzifəli şəxsin qeydiyyatı alt menyusunu seçərək əlavə et düyməsinə kliklədikdən sonra vəzifəli şəxsin finini və ya vəzifəli şəxsi işəgötürən digər qurumun vənünü daxil etmək lazımdır. Vəzifəli şəxsin finini daxil etmək üçün üstəgəl düyməsinə klik edərək müvafiq xanaya fərdi identifikasiya nömrəsini daxil etmək zəruridir. Fin daxil edildikdən sonra vətəndaş haqqında məlumatları ekranda görə bilərik. Əlavə et düyməsinə klik edərək xananın aşağı hissəsində yenidən əlavə etdiyimiz şəxsin məlumatlarını əldə etmək mümkündür. Vəzifəli şəxsin vəzifəsini əlavə etmək məcburi xanadır. Bundan əlavə, vəzifəli şəxsi işəgötürən digər qurumun vənünü daxil etmək üçün üstəgəl düyməsindən istifadə edərək müvafiq xanaya vən məlumatları daxil olunmalıdır. Vən məlumatları daxil etdikdən sonra şəxsin fiziki və ya hüquqi şəxsi olmağı barədə və eyni zamanda ünvanı barədə məlumatları əldə edə bilərik. Əlavə et düyməsinə kliklədikdən sonra artıq əlavə etdiyimiz məlumatlar ekranda öz əksini tapacaqdır.